Zaqatalada mərkəzi küçə və prospektlərdə yeniləmə işləri həyata keçirilir. Bir çox ehtiyac olan ərazidə artıq asfaltlama işlərinə start verilib. Ümumilikdə rayon mərkəzini əhatə edən daha 10-15 küçədə 15 kilometrə yaxın yolda asfaltlama işləri aparılacaq. Şahidə etdiyimiz bu yenidən qurma, yolların bərpa olunması, abadlıq işləri bölgə üçün çox nümunəvi, digər rayonlar üçün də bir nümunə kimi öz dolğunluğunu çatdıracaq. Burada durduğumuz küçələrin asfaltlaşdırılması, eyni zamanda səkilərin yenilənməsi rayon sakinlərini çox sevindirir. Bu yaxınlarda məktəb var, o məktəb şagirdlərinin də təhlükəsiz buralardan getməyi təmin olunur. Asfaltlama işləri aparılan ərazilərdə yollarda gediş-gəliş dayandırılıb, sürücülər alternativ yollardan istifadə edir və qeyd edək ki, hazırda görülən işlər həm rayon sakinlərinin rahatlığını təmin edəcək, həm də gediş-gəlişi bərpa edəcək. Layihə çərçivəsində eyni zamanda su örtücü xətlərin yenilənməsi, səkilərin yenidən qurulması, yararsız vəziyyətdə olan yollarda isə bərpa işlərinin aparılması nəzərdə tutulur. Nigar Davudova, Vüqar Mirzəyev, Elnarə Həsənova, ASTV Xəbər.